Tamam cəmaət, ev dilində danışıb elə yaxın olmağa çalışacağım. Siz də ekranlarınıza yaxın əyləşin bir həftənin tamamında yenidən qonaq gəl bizə verilişi sizin hüzurunuzda baxdıqca baxılan ATV kanalında. Və böyük məmnuniyyət ilə bu dəfəki qonağımız sizə təqdim etmək istəyirəm. Respublikamızın xalq artisti, sənətkarımız, sevimli aktrisamız, prezident təqaüdçüsü Fatma xanım Mahmudova. Necəsiz? Çox sağ olun. Xoş gəlmisiniz bizim qonaq gəl bizə verilişinə. Xoş gördük sizi. Çox sağ olun. Amma bir balaca elə bir əhval-ruhiyyə deyəsən yerində deyil. Əhvalım yorğun görünürsünüz. Yox, mən nə qədər yorğun olsam da mən həmişə çalışıram efirdə, səhnədə. Yəni onları biruzə verir. Yəni aktrisa onu göstərməməlidir əslində. Bəli, göstərməməli. Ümumiyyətlə mən o hərənin müəyyən qədər hər sənətkarın özünə görə problemləri var. Bəli. Yəni necə deyərlər, dəyintiləri var. Bəli. Daxilində, ürəyində. Amma mən belə bir insanam ki, səhnə başqa şeydir də. Yəni əgər səhnəyə çıxırsansa, efirə tamaşaçı qarşısına çıxırsansa, həmən unudulmalıdır. Çıxırsansa, onları tamaşaçıya göstərməməlisən, biruzə verməməlisən. Lap belə elə olub ki, 40 dərəcə temperaturada olmuşam. Tamaşanı oynamışsam. Bəli, oynamışam. Sona qədər. Mən bir balaca məlumat vermək istəyirəm Fatma xanım haqqında. Tamaşaçılarımıza təbiidir ki, geniş belə deyərdim ki, təqdimata ehtiyacı yoxdur. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət İnstitutunu bitiribsiniz. İlk illərdə Ağdam Teatrında fəaliyyət göstərmişsiniz. 94-cü ildən isə Azərbaycan Musiqili Komediya Teatrında çalışırsınız. Bugünə qədər də orada çalışırsınız və çox sayılı tamaşalarda oynamısınız. Və mənim yadımda qalan bir sizin obrazınız vardı. Çünki həmin tamaşaya mən özüm də gedib baxmışdım. Banki Rədəxlıda. Bəli, bəli. Ağucu. Bəli. Hə. Yəni düşünürəm ki, tamaşaçıların da elə müxtəlif səpkili obrazlar var, amma bu obraz daha çox yadda qalır. Həyatda ağlamaqla aranız necədir o obrazdan fərqli olaraq? Bilirsiniz necədir? Vəziyyətə baxır, hə? Ağlayanda ağlamağımı ümumiyyətcə mən saxlaya bilmirəm. Heç ağladımsa ağlayacam. Güləndə də gülməyimi saxlaya bilmirəm. Yaxşı, Fatma xanımı güldürmək asandır, yoxsa ağlatmaq? Məni güldürmək çox çətindir. Bəlkə özünüz komediya janrının aktrisasısınız ona görə? Çünki normalda siz insanları güldürürsünüz. Tamaşaçını güldürmək çox çətin məsələdir. Özü indiki dövrdə çox çətin məsələdir. Nə var ki, dramatik obrazlar məsələ. Mən ümumiyyətcə əvvəllər dramatik, faciəvi rollarda məsələ çıxış eləmişəm. Amma musiqili teatra gələndən sonra mən yəni ki, özümü bu komediya janrında da sınamışam. Və çox da uğurlanıb. Bəli, pis alınmayıb, mən nə deyə bilərəm. Mən özümə heç vaxt demirəm ki, mənim oynadığım obrazlar çox uğurludur. Xoşlamıram özüm haqqında nəsə deyim. Deyirəm, həmişə qoyun tamaşaçılar mənim haqqımda desinlər. Çünki ən, necə deyərlər, tənqidçi, ən yaxşı tənqidçi bizim tamaşaçılarımızdır. Tamaşaçılar əgər sənin oynadığın obrazda səni bir balaca qəbul edirsə, sevirsə, yəqin ki, yaxşı alınır. Tərəf müqabilləriniz haqqında danışardınız bizə. Kifayət qədər, belə deyərdim ki, gənc yeni aktyorlarla çalışırsınız və son çəkildiyiniz serialda da həmçinin və bu serialın davamı bugün də gəlir və davamı yenə də olacaq və oradakı gənc komediya janrının aktyorları haqqında nə deyə bilərsiniz? Çətindir sizin üçün, yoxsa asandır? Ümumiyyətcə, mən belə bir insanam, belə bir, necə deyərlər, sənətkar demirəm, yəni özümə. Deyə bilərsə artıq, kifayət qədər bəli, təcrübə var artıq. Yox, mən ümumiyyətcə sənətkaram sözünü demək istəmirəm, heç demirəm də özüm haqqında. Onu da qoy tamaşaçı desin ki, yaxşı sənətkardır, ya pis sənətkardır, ya sevilən sənətkardır. Mən tərəf müqabil olmayanda, mən demək olar ki, obrazı istədiyim kimi alındıra bilmərəm. Səhnədə də, ondan efirdə də, serialda da, əgər mənim tərəf müqabillərim yerində olmasa, mən tək mən yox, ümumiyyətcə, səhnə elə bir şeydir ki, sənin əgər tərəf müqabilin, sən istədiyin kimi sənə cavab verməsə, sən obrazı yarada bilməzsən. Bəli, əlbəttə, mən gəncləri çox sevirəm. Bax, məsələn, elə həmişə çıxışımda elə
gənclərdən danışıram. Serialda məsələ, əgər Elməddin Oğlunuzla aranız necədir? Oğlumla aram superdir. Heç hərdən karıxıram, elə. Həyatda da doğrudan da Elməddin mənim evladımdır. Amma biraz şuluqdur. Yox, şuluq deyil. Yox, çox gözəl. İndi ana kimi tərəfini verməyəcəksiniz. Bəs indi elə anadır da, o Frit deyən. Anadır da, hələ üçüncüsünü, dördüncüsünü alacam ona. Allah qoysa inşallah. Elə bil ki, göydə Allah yerdə, elə bil təzədən mənə həqiqətən ruh verən, mənə o serialda ürəyim istəyən kimi rolumu ifa eləməyə Elməddin çox böyük səbəbkardır. Həmişə deyirəm, mənə deyirlər, nə qədər ondan danışırsan, və kimlə danışım, görün necə gözəl insandır. Bir belə aktyorları hər çıxışımda deyirəm, sənət adamlarını yığıb başına. Gəncləri, bəli. Gəncləri. Bugün işlə təmin olunmasında, bəli. Orta nəsli, cavan nəsli, çox güclü cavanlarımız var. Başda Elməddin olmaqla. Elməddin elə adicə bir söz deyil, görürsünüz, komediya oynamaq çətin məsələdir. Necə oynayır bu? Charlie Chaplin deyim ona, Vitsin deyim ona, Nikulin deyim ona. Ondan sonra vallahi o Türkiyədə Kemal Sunay deyim ona. Bəli. Ondan da mən elə gəlir ki, Elməddin onlardan da güclü bir aktyordur. Yəni, amma mənim yadıma gəlir ki, vaxt vardı, onu yaman çox tənqid edirdilər. Bunu mən deyirəm və öz sözümün də arxasında dayanıram. Mən hələ inanıram ki, onun çox böyük gələcəyi var. Xeyirxahlığı onun həddindən artıq üstünlük təşkil edir. Kollektiv o qədər mehribandır, o qədər səmimidir. Biz hiss eləmirik ki, biz seriala gedirik. Elə bilirik evimizə, ailəmizə gedirik. Doğmalaşıb obrazlarını özləri də sizə. Obraz, insanlar, kollektiv, Ənvərdir. Ondan sonra Ənvər həm çox gözəl yazardı. Çox senarist həm də yaxşı. Bəli, senarist də, yəni yazar, mən senarist də deyirəm. Çox güclüdür, həddindən artıq. Yəni həm də özü aktyor kimi də belə çox baxılır, çox belə həqiqətən. Bəli, Qardaşlar serialında baş obrazdadır. Bizdə də o oynayıb o, bacanaqlarda əvvəllər. Yəni çox istedadlıdır, həqiqətən həm senarist kimi, həm aktyor kimi. Sonra bizim rejissorumuz Ramil Hacıyev, mən deyərəm ki, mən indi bəlkə də o serialda oynayıram, ona görə yox, amma ona görə deyil. Mən düzün danışan adamam. Bu dəqiqə gənc rejissorlar arasında mən deyərəm ki, əgər 2-3 istedadlı rejissorlar varsa, serial çəkən rejissorlar, onun elə o üçündən biri də, güclüsü də elə Ramil. Fatma xanım, deyirlər ki, komediyanı oynamaq daha asandır, nəyə ki, drama oynamaq. Razısınız bu fikirlə? Yox, komediyanı oynamaq çox çətindir. İnsanları güldürmək, insanlara təbii gülüş bəxş eləmək çox çətin məsələdir. Əgər bir balaca insanları güldürə biliriksə ürəkdən, deməli, komediya tutalım məndə alınır. Fatma xanım, özünüzü daha çox səhnəyə, teatra bağlı hesab edirsiniz, yoxsa filmlərə, seriala, kinoya? Və harada özünüzü daha yaxşı hiss edirsiniz? Elə ikisində də yaxşı hiss edirəm. Amma bu dəqiqə yenə də deyirəm, elə bil ki, seriala mən çox borçluyam. Serial məni unudulmağa qoymadı. Deyəcəkdim mən, bəli. Qaytardı sizi yenidən. Məni elə bir tamaşaçılarıma qaytarıb o serial. Çünki tamaşaçı, həmişə deyirəm mən bu sözümü, məni gördü, elə bir insanı görürsən, o insanı illərlə görmürsən, sonra gedirsən onunla görüşəndə, deyir məni tanımadın. Deyir, yox, deyir mən filan kəsəm də. Mən də bax dönəcəkdim elə bir aktyora, aktrisiya. Haçansa mən çıxıb, kiminsə gərək yadına salaydım ki, ay filan kəs. Mən filan obraz oynamışam tamaşada. Oynayırdım filan şeydə, filan tamaşada. Bax mən oyam, o aktrisiyam. Tamaşaçı da ya səni yadına salaydı, ya sala bilməyəydi.
Bu özü böyük bir faciədir. Bu mənim faciəmdir. Fatma Mahmudovanın böyük bir faciəsiydi. Ona görə seriala borçluyam mən. Ölən günümə qədər mən göydə Allahıma, yerdə Hacı Elməddinə borçluyam. Mən özümdən danışıram, başqalarından demirəm. Deməli, Elməddinin bu dərəcədə sənət və yaradıcılığınızda böyük rolu var. Yəni, çox gözəl. Mən itirilmiş elə bir adamı təzlərindən getdi, tapdı, getdi. Dedi, bu tapmışam, baxın. Yəni, mən demirəm itmişdim, amma itirilmişdən betər idim. İtmişdən betər idim. Oynadığınız obrazlar sizin özünüzün şəxsi xüsusiyyətlərinizdə bir yaxınlıq, oxşarlıq, bağlantı var yoxsa yox? Yox, yoxdur. Amma o qədər uğurlu Alıcıda olursunuz ona artıq. O keçir artıq o xasiyyət sizə. Artıq görürsünüz ki, məsələ həyatda da birdən elə deyirəm, buna baxayım, qızım deyir ki, mama, sən bəstiləşmirsən. Yəni, xasiyyəti götürmüşsən. Yox, götürmürəm. Əksinə mən həyatda tamam başqa bir insanam. Həyatda çox ürəyi yumuşaq bir adamım, kövrək insanam. Çox hər şeyi ürəyimə salıram. Balaca bir şey, mənim nəsə görürəm ki, elə bir kimsə belə bir artıq söz deyəndə, onu mən günlərlə, həftələrlə, bəlkə də aylarla ürəyimə salıram. Dost itirməkdən çox qorxuram. Dostlarınız kimdir həyatda? Kimə güvənirsiniz? Bəli, həyatda birinci mən göydə Allahıma güvənirəm, inanıram və şükür eləyirəm ki, mənim Allahım var. Şükür onun varlığına. Amma həyatda güvəndiyim bir dostum var. Amma o elə bir insandır ki, mən onun adını efirdən deyə bilmərəm. Yəni illərlə mənim o insan pis günümün yəhsi olubdur. Yaxşı gündə nə var ki, hamı-hamının dostudur. Hamı-hamının qardaşıdır. Hamı-hamıya dost deyil, qardaş. Amma mənim elə çətin günlərimdə, mən hələ demək olar ki, heç belə tanınmırdım, heç efirə də o qədər çıxmırdım. Bəli, gərək onda elə isə o məqamın üzərinə, çünki tamaşaçı üçün ola bilsin ki, maraqlıdır bu da. Bilmirəm, bunu nə vaxtsa demişsiniz yoxsa yox, ilk dəfə deyəcəksiniz yoxsa yox. Amma nə qədər belə deyərdim ki, sadə səslənsə də, bax, kimə bax bu istək yarandı sizdə? Bu sənətə gəlişiniz necə baş verdi və ailədəkilərin münasibəti buna necə oldu? Çünki mən bildiyim qədər siz Ağdamda böyüyüb boya başa çatmısınız. Heç də düşünmürəm ki, bir mənalı olaraq valideynlər deyiblər ki, hə, yaxşı qızım, get, oxu aktyorluq. Mən inanın ki, o qədər çətinlik çəkmişəm. Yəni ki, bu səhnəyə çıxmağımda, hətta mən valideynlərimdən bir müddət gizlətmişəm. Yəni rayon yeri idi. O vaxt mən də onu görə deyirdim. Qız Xeylağının hünəri nə idi? Səhnəyə çıxsın. Qız Xeylağının hünəri nə idi? Geçsin, toyda oxusun. Bir oxumaq gənə bir balaca belə imkan verilirdi. O da ki... Çünki qadın məclisi idi hamısı belə. Yox, qadın məclisi olmuyor bizdə. Bizdə toylar mağarlı olurdu. O vaxt mənim yadıma gəlir. Onda da kişilər oxuyurdu, muğamat oxuyurdular elə. Da qadın gəlsin, toyda oxusun. Sonralar bu məsələ hardasa deyim də 77-də, 78-də başladı qadınlar da toyda oxumağa. Fatma xanım, bəs bu aktyorluğa məhəbbət, istək hardan yarandı? Ailədə olubmu incəsənət nümayəndələri? Yox, ailədə bizdə heç kim, heç nəsildə kökdə də olmayıb. Amma elə bil, mən doğulanda elə bil aktrisa kimi doğuldum. Amma mən aktrisa olmaq istəmirdim. Çünki qəşəng səsim vardı mənim. Yəni elə belə yox ha, həqiqi, yaxşı belə. Yanğılı səs. Bəli, 16 yaşında mən Leyli oynamışam Ağdam Xalq Teatrının səhnəsində. Yəni o muğamları mən 16 yaşında, bəli, hamısını, amma səsim indi belə olub, yoxsa ondan bir ağız, bir balaca ağız mən məsələ deyərdim. Ta bugünə qədər o mənim yadımdadır və bizim çox görkəmli rejissorumuz var idi, Heydər Şəmsizadə. Mən ona bütün ömrüm boyu borçluyam ki, o muğamları mənə öyrətdi o. Yəni mən nə bilirdim muğam nədir. Belə
qulaq asırdım. Zeynəb xanıma o qədər qulaq asırdım, o qədər onu sevirdim. Bu günə qədər Zeynəb xanımın, Xanlarovanın, bizim böyük sənətkarımız, karifeyimiz, mən onu heç kimlə əvəz eləyə bilmərəm ki, belə mən ona nə deyim, onun üçün bizim. Fatma xanım, Vallahi. söylədiniz ki, valideynləriniz narazılıq bildirirlər. Çox narazı, dağ da basıblar mənə. Mənim Hətta? anam mənə dağ basıb. Ki, getməyəcəksən, səhnəyə oxumayacaqsan getmə. Bəli, bəli. Oxumaq yox. Səhnəyə çıxırdım, balaca epizodlara çıxırdım. Mənə icazə vermirdilər. Məktəbdə mənə qarşı çox pis tələbələr də, müəllimlər də mənə çox belə danışdırmırdılar məni. Amma mən pis etmirdim. Yəni ki, deyirdilər... Usanmırdınız, bezmirdiniz. Deyirdilər, bəlkə də bu etirazlar sizi daha da qüvvətləndirirdi, gücləndirirdi. Artisti buna bax, müəllimdir qızım, dirəyə, niyə çıxırsan səhnəyə, sənə yaraşmaz, sən atan filan kəs. Demirəm ki, valideynləriniz kim olur? Demirəm ki, mənim atam belə bir var dövlət sahibidir, kasıb adamıdır. Amma o kasıbçılıq iyi bir şey deyil ki. Əlbət ki. Hə, atam çox gözəl bir insan olub. Həqiqətən həmişə mən... Çəkinirdiniz yəqin ondan. Yox, atamdan o qədər çəkinmirdim. Anadan atam çəkinirdiniz. məni çox istəyirdi. Yəni atam yola gedən insan. Anam çətin bir adamıdır. Yəni icazə vermirdi. Neçə uşaq idiniz ailədə? 5. Bəli. İncəsənətlə yalnız siz məşğul oldunuz. Bəli. Yaxşı, o məqamı necə, epizodu, o etapı necə keçdiniz ki, valideyni razılığa gətirə bildiniz? Yəni çox çətin oldu bu. Valideynlə müəllimlər, elə oldu ki, mən rol oynayırdım səhnədə. Müəllimlər deyirdi ki, tələbələr onunla danışmayın, artist o səhnəyə çıxır. Ona görə bir 5-6 məktəb dəyişmişəm. Kim xətrimə dəyirdi, teatrın direktoruna deyirdim ki, yəni orta məktəbdə oxuya getmişəm də, yəni bu sənətə, bu teatr aləminə. Özdə vurğunluq yarandı məndə, bu sənətə belə vurğun oldum. Elə cavan idim də, deyirdim, həm oxuyacağım, həm nə bilim, elə bilmirdim hansını seçəm, amma hamısını sevirdim. Elə oldu ki, mənim müəllimlərim mənim tamaşama gəldilər, necə məni sevdilər ondan sonra, necə tələbələrə təbliğ elədilər ki, Fatma xanım, məsələ yaxşı gələcəyi var. Müəllim öz dedi ki, bax sən artıq bu yolu get. Mən səni bugündən sevdim. Sənin yaxşı sənətin olacaq, yaxşı istedadın. Axır ki, barışdılar. Sonra elə oldu ki, valideyn razı olmurdu. Anam ümumiyyətcə razı deyildi ki, mən bu sənətə qohumlarım heç biri razı deyildilər. Elə oldu ki, mənim anam bir yerdə çalışırdı, işdə. Oranın rəhbərliyi çağırdı mamamı, anamı. Yəni ona da teatrdan təhsil elədilər, yəni direktorinə. O çağırıb anamı deyibdi ki, mən baxmışam, o çox yaxşı oynayır rollarını. Bəli, sən mənə görə icazə ver qoy oynasın. Yəni ki, tək o yox, bütün məsələ bizi tanıyanlar, məni səhnədə görəndən sonra anama təhsil elədilər ki, qoy oynasın. Biz də çox kasılıdıq. Teatrın rəhbərliyi, yəni hələ xalq teatrında çalışırdım da. Mənə müəyyən maaş ayırdı. Artıq mən evə pul gətirirdim, 30 manat. O vaxt, Sovetin vaxtında 30 manat gətirirdim. İlk rolumu mən dramanın səhnəsində Fikrət Hacıyevin bir əsəri var idi. Bax, orada mən ifa eləmişəm. Yaxşı sənətkarlar vardı bizim teatrımızda. Qeyd elədiniz ki, Fatma xanım drama janrı ilə başlamışsınız, sonradan komediya keçdiniz. Bəli, faciə. Bax, bu keçid necə baş verdi? Nə hadisə baş verdi həyatınızda ki, bax, bu keçidə imza attınız? Yox, mən belə adamıdım ki, yəni mən elə deyirdim ki, qoy burada da özümü sınayım. Bu komediyada sınayım, görüm bəlkə. Amma komediya oynamaq ilk dəfə mənə çətin idi. Deyirdim ki, görəm mən bunu oynasam necə alınır. Amma dedim rejissora ki, mən istəyirəm komediyada da məni sınayasız. Mənfi rollarda da məni sınayasız. Yəni müsbətdə də, onda da, bunda da.
Hə, ünlü komediya janrında bir-iki dəfə rayonda oynadım. Gördüm, yox, cəmaət qırılır görməkdən. Dedim, deyəsən bu da alınır məndə. Tutub deyəsən bu da. Hə, bax belə, yəni komediyanı da çox sevirəm. Bax, o gənclik illərində sənətə yeni başladığınız dönəmdə daha çox kimlə, belə deyərdim ki, tərəf müqabili olmaq istəmişsiniz? Ürəyinizdə olub, arzunuz olub ki, bax, mən bu aktyorla sənəti, səhnəni bölüşüm, obrazla oynayım, Yəni ki, Bakı Bəli, tanımışlardan. Belə deyək ki, kimdən ilham aldınız? Mən ürəyimdə bir adam var, amma onu deməyəcəm. Ən çox ondan. Deməməyinizin səbəbi nədir? Yox, demək istəmirəm. Demək istəmirəm, amma o insan mənim həmişə qəlbimdə, ürəyimdə həmişə olacaq. Var, olub, olacaq. Amma böyük səhnəyə həmişə can atmışam ki, gəlim Bakıda böyük səhnədə. Çünki mən o səhnə üçün yaranmamışdım. Mən Ədil İskəndərov kimi böyük sənətkarın kursunda Müxlis Cənizadədən dərs almışam, Ədil İskəndərovdan dərs almışam. Yəni o boyda kalifli sənətkarlardan. Amma həmişə mən istəyirdim ki, məsələ böyük səhnə məni çəkirdi özünə, cəlb eləyirdi. Dramada işləmək istəyirdim. Dramada məsələ Fuad Poladovla istərdim ki, o cavanlıqda, o gənclikdə elə bir aktyorla, yəni tərəf müqabil olum. Çünki ona Fəxrəddin Manafov çox məni həmişə xoşum gəlib o aktyordan, böyük aktyordur Fəxrəddin. Baxın, həyatınızdan razısınızmı? Çünki bəzi hallarda sənət adamlarının həyatda bəxti bir o qədər də gətirmir. Ələxüsus ki, evlilik məsələsində. Bax, bu barədə nə deyə bilərsiniz? Özünüzü xoşbəxt hesab edirsiniz yoxsa? Vallahi yox, mən elə sənətimdən xoşbəxtəm, balalarım var, şükür eləyirəm. Amma deyim ki, mən öz evimin həm fəhləsiyəm, sənətimin də fəhləsiyəm. Ailədə ürəyim istəyən o arzuladığım ki, mən bax bu cür istəyirdim, doğrunu istəyirdim və vardı da. Amma o mənlik olmadı, yəni mən o işi, o ailəni axıra qədər, yəni gücüm çatmadı saxlamağa. Qoruya bilmədiniz? Mənlik olmadı, yəni mən çox qorudum, amma qoruya bilmədim. Yəni o xoşbəxtliyi mən axıra qədər oldum. Bəlkə sənət, teatr buna mane oldu? Xoşbəxt oldum, elə bir an. Bir an, yəni ki, bir an deyəndə elə bir an olub mənim xoşbəxtliyim ki, mən istədiyim adama mən qovuşdum vaxtında. Amma sonra, yəni ki, ona axıra qədər davam eləyə bilmədim. Yəni mən öz istəyinizlə ailə həyatı qurmuşdunuz, yoxsa valideynlərin istəyi olub? Yox, mən biraz sərbəstliyi sevən adam olmuşam. Yəni özüm bildiyimi həmişə eləmişəm, amma ziyan çəkməmişəm həyatda. Amma burada elə bir ki, alınmadı da uğursuz talih. Talihim çox uğursuz alındı. Amma bugün xoşbəxtəm. Niyə? Xoşbəxtəm ki, 2 tərbiyəli evlad böyütmüşəm. Bunların elə həyatda, cəmiyyətdə özünü mənim adıma layiq, atalarının adına layiq. Yəni düzdür, hal-hazırda, məsələn, onsuz o deyirlər, dədəli yetim saxlamışam, elə mən dədəli yetim saxlamışam. Amma əgər mənim evladlarım, mənim əziyyətlərimi, həyatda mən çox əziyyət çəkmişəm, amma mən heç vaxt çıxıb xoşlamıram efirdə deyəm ki, əgər mən o dərdimi çıxıb başdan ayağa desəm, onda gərək tamaşaçı dəsmal götürüb hönkür-hönkür ağlasın. Demirəm mən. Saxlayırsınız özünüzü. Özümün də, məsələ... Sığışdırmırsınız özünüzü? Yox, mən həmişə dik gəzirəm. Heç kim hiss eləmir ki, mənim həyatımda nə baş verib. Demirəm. Nə qədər mənim səhhətimdə də problem olsa, onu da mən açıb demirəm. Nə efirdə, nə bölümdəkilərə, nə yanımdakı, heç kimə heç nə demirəm. Amma belə bir deyim var, deyir, dərd bölüşdükcə yüngülləşir. Bunu tək niyə daşıyırsınız ki? Yox, dərdimi bölüşdüyüm adamlar var.
Amma birdən heç onu da bölüşmək istəmirəm. Deyirəm, niyə mən gedim deyim ki, budur, o mənim dərdimi əlac eləyəcək ki. Yəni, bugünkü gündə mənim evladlarımın o tərbiyəsi, özlərinin cəmiyyətdə aparmağı və mənim adımı, başımı aşağı, o deyir, kişilər deyir, papamı yerə soxmurlarsa, əgər mən o papamı yerə soxmuyublarsa, o loru dildə danışıram, bu mənim üçün böyük xoşbəxtlikdir. Nə qədər əziyyət çəkmişəm, çox əziyyət çəkmişəm. Amma bugün əgər, bax, o evladlarıma görə sevinirəm ki, nə yaxşı mənim evladlarım. Evladlar demişkən, bəzən olur ki, həyatda qadın evladlarına xatir ən böyük xəyanəti bağışlayırlar və bununla barışıb yaşamağa davam edirlər. Siz belə bir fədakar addımı ata bilərsinizmi? Ki, evladlara xatir mən keçəcəm bunun üstündə. Yox, o evladlara xatir vaxtı ilə keçdim də. Həyatda olsaydı, bax, bu saat yenə keçərdim. Yenə keçərdim. Allah'ın da olsun. Keçərdim amma yox da. Məni bağışlamağı bacarırsınız. Çox ürəyim yumuş, amma üzüm dönəndə əgər bir insanla qəlbim, yəni elə adamlar var ki, mən onu demək istəmirəm. Mənə elə xəyanətlər eləyiblər ki, mən onu sonradan başa düşmüşəm. Bax, o adamları mən bağışlaya bilmirəm. Çünki aləmə görə mənə elə bir zərbə indiriblər ki, ölən günə qədər bağışlaya bilmərəm. Təzdən o sevgini, o istəyi, o insanlara mən verə bilmərəm. İkinci həyat üçün şansınız olub? Olsa da mən o yola getməzdim. Niyə? Yox, mənə yaraşmazdı. Mən rayon adamıyam. Mən yoldaşım. Yəni bir qadın ikinci dəfə həyatda xoşbəxt olması üçün o, belə deyərdim ki, o sınağı mı deyib və yaxud da ki, həyatın o bəxşini mi deyib, qəbul etməsində? Yox, mən ancaq öz yoldaşımın dalınca düşdüm. Elə o getdi, o qaçdı, mən qovdum, o qaçdı, mən qovdum. Niyə görə qaçırdı? Qaçdı belə, yəni nə mənada, yəni o düşdüyü atmosferadan mən onu qaytara bilmədim. Çox elə, ta ölən günə qədər mən onun dalınca qaçdım. Bunu məni tanıyanlar, ziyalılar da bilir. Kimlərəsə qurşanmışdı, yoxsa başqa bir həyatı var idi? Yox, o özü bilərik, o elə şeylər mənim gözümdə, yəni mən o şeylərə göz yuman insan olmuşam. Çünki böyük sənətkarıdır o. Ancaq onu qorumaq istəyirdim, onu da qoruya bilmədim. Ətrafı çox çətin idi, çünki istəmirdilər elə bir aktyor görünsün, tanınsın, sevilsin. Deməli, həsəd vardı bu məsələdə bir var. Böyük aktyorudur. Onu heç kim elə... Mənə indi deyirlər ki, bir də görürsən ki, birinin əri pisdir. Deyirlər ki, bəs sən niyə onun dalınca qaçırdın? Deyirəm, ay balam, mən belə adama dözmərəm. Deyirlər, sən onda niyə dözürdün? Deyirəm, o sənətkardır. Mən onu sənətkar kimi qoruyurdum. Ki, bəlkə bunu bir cəmaata göstərək, desinlər ki, belə bir aktyor var. Belə bir sənətkar var. Heyfslərdiniz ki, bu cür insanın sənəti batır gedir. Bax, mən onun sənətinə, hər şeydən əvvəl, yəni deyim ki, mənə nəsə bu adam eləyib, nəsə bir gül bağışlayıb, nəsə bir, nə bilim belə. Amma gözəl insan olub, sonradan onu çöndərdilər, döndərdilər, yəni ətrafı, böyrü, başı, dedilər, bax belə axırda öldürməyincə o insanla əl çəkmədilər. Qəlbinizin daxilində bağışlamışsınız həmin şəxsi? Mən onu həmişə ömrüm boyu bağışlamışam. Çünki sənətkarıdır. Onu bağışlamamaq mümkün deyil. Həm də evladlarımın atasıydı. Münasibət saxlayırdı evladlarla? Həmişə. Həmişə. Etiraz eləmirdiniz ki? Yox, Allah eləməsin. Mən elə adam deyiləm axı. Mən özümə həmişə məəttəl qalırdım. Məni danlayırdılar ki, qoy geçsin o tərəfə, nə istəyirsən. Özümü danlayırdım ki, niyə mən bu qədər ürək yumur? Hətta rəhmətə gedəndə də dözə bilmirdim. Mənə deyirdilər ki, onun pisliklərin yadına sal, qoy ondan. Yəni, acığın gəlsin, yəni heyfslənmə, nə bilim, neynəmə. Amma o mümkün deyildi. Ürəyimlə bacaran adam deyiləm.
Son məqamlarında yanında olmusunuz, yoxsa başqaları yaxın ətraf olub? Ona təəssüf eləyirəm ki, niyə mən çata bilmədim. Vəsiyyətin olmuşdu evlatları ilə bağlı, sizlə bağlı bir söz söyləyibmi? Yox, o biraz xasiyyətində çox çətinlik var idi. Yox, yalandan nə deyim, nə vəsiyyət eləyəcəkdi, nə qoymuşdu ki, nə də vəsiyyət eləyəcəkdi. Hansı bir istək, hansı bir söz? Onun heç nə lazım deyildi bizə. Yəni, mən özüm bütün çətinliklərlə öz aləmi, məsələ saxladım evlatdan. Yenə də deyirəm, bax, bəyək, elə deməyəcəm o adamın adını, amma Həci, bax, buradan da ona deyirəm ki, həmişə mənim arxam, mənim dayağım, mənim ümid yerim, mənim pənah yerim. Həmişə Allahıma şükür eləyirəm ki, bu həyatda elə bir dostum var. Çünki əgər mənim bir balaca çətinliyim olsa, bilirəm ki, o, necə deyərlər, mənim ürəyimiz nə istəsə o mənim üçün eləyər. Peki bu cür güvəndiyimiz insanlar çox olsun ətrafımızda. Həmişə deyirəm, ilahi, nə yaxşı. Fatma xanım, nə yaxşı mənim o dostum var, canım, qardaşım, balam. Bax, bu cür sevirəm. Necə Elməddini mən, bax, sənət aləmində mənim dayağım, arxam, mənim balam Elməddindir. Belə də... Ailəvi dostluq edirsinizmi? Elməddinlə. Yəni, bir-birinizin evinə giriş-çıxış, giriş-gəliş var. Yox, belə yalandan deyim ki, nə onun vaxtı var, nə mənim, amma belə... Daha deyin ki, ailədən çox biz bir-birimizi görürük, işdə Bəli, olaraq. görürük, amma mənim evim, eşiyim, hamısı ona qurbandır. Yəni, belə də həyatda, yəni mən hələ serialda çəkilməmişdən, ta Ağdamla o insan bugünə qədər mənim ailə dostumdur, mənim qardaşımdır, mənim balamdır. Yəni, bilmirəm ona qardaş kimi deyim, səni çox istəyirəm. Bilmirəm evlad kimi deyim, səni çox istəyirəm. Mən bütün insanlara, yəni, bax, o cür olmağı, sənət aləmində Elməddin kimi olsunlar. Dostluqda da, bax, mənim o Həci dostluq kimi Aktrisanın olsunlar. aqibəti və taliyi doğrudan da çox çətindir və bəzən komediya janrının aktrisası məcburiyyətdən ağlaya-ağlaya insanları güldürmək məcburiyyətində qalır. Özü ağlayır, amma insanları güldürür. Yaşamısınız o halı? Həmişə. Səhnədə elə bir dəyintim olubdu ki, amma çıxıb komediya oynamışam və görmüşəm elə cəmaat gülür. Mən onu səhnəyə köçürdə bilmərəm ki, səhnə səhnədir. Səhnədə o nə pul verib, bilet alıb, gəlib tamaşaya baxır. Məşhur Hicran tamaşasında Allah qəni-qəni rəhmət eləsin, görkəmli sənətkarımız Nəsibə xanımın unutduğu replik olub. Bunu bir çoxları da bilirlər və tərəf müqabilləri 3 dəfə, 4 dəfə eyni o replikanı ona deməli olub. Bax, sizdə belə bir hadisələr yaşanıb mı? Unutduğunuz replikalar tamaşada ki, və o vəziyyətdən necə çıxmısınız? Hansı tamaşada sevdiniz? O qədər olur ki, Bankir adaqlı tamaşasında mən deyərəm ki, bax, inanın, mən bu günə qədər komediya janrında yaxşı rollarım çox olub. Musiqili teatrda, məsələ, Hərənin öz ulduzu, Bankir adaqlı, bir günlük siğə tamaşası, nə bilim, Matəm marşı, çox, yəni ki, indi yadıma salıb hamısını deyəm, amma mən deyərəm ki, mənim o Korona rolum və məni xalqa tanıdan, sevdirən, yəni bizim çox gözəl yazarımız Tamara xanım Vəliyevyə da mən buradan özlərim minnətdarlığımı bildirirəm və deyirəm, nə yaxşı siz o əsəri yazdınız və musiqili teatra təqdim elədiniz və mən də orada öz sözümü balaca da olsa deyə bildim və orada hamısı improvizədir. İmprovizədir və çox gözəl də alınır. Bir də görsən ki, nəsə sözdür də, birdən gəlir bədahətən elə bir söz deyirsən ki, heç gözləmirsən, amma cəmaat, tamaşaçı onu o qədər alqışla qarşılayır ki. Bir qədər də indi istərdim ki, bu serialın incəliklərindən danışaq və tamaşaçını əgər sir deyilsə, gələn seriallarda nələr gözləyir? Yəni, qeyd elədiniz bayaqlar ki, Elməddinə 3-cü, 4-cü və sarı ilə axır həyat yoldaşı axtarırsınız. Bilmək olmaz, bəlkə. Yəni, belə çıxır ki, bu gəlinlərdən nə oldu? Biri pis oldu, ikisi pis oldu, heç birindən yarımadınız? Bilirsiniz necədir?
belədir ki, kim özün yaxşı aparmır, Aha. kim məni qani eləmir, qaynana ki, mən qaynana. Əsl qaynanalıq edirsiniz. Amma mən bilmirəm, mən də özümə görə bir qaynana oynaya bilirəm ya bilmirəm. Bəs həyatda elə qaynana deyilsən amma deyəsən. Qaynanıyam. Hə, necə qaynanasın? Yeri gəlmişkən bunu da soruşaq. Yəni kimi? belə çıxır ki, bu gəlinlərdən nə oldu? Biri pis oldu, ikisi pis oldu. Heç birindən yarmadınız? Bilirsiniz necədir? Belədir ki, kim özün yaxşı aparmır, Aha. kim məni qani eləmir, qaynana ki, mən qaynanıyam. Əsl qaynanalıq edirsiniz. Amma mən bilmirəm, mən də özümə görə bir qaynana oynaya bilirəm ya bilmirəm. Bəs həyatda elə qaynana deyilsən amma deyəsən. Qaynanıyam. Hə, necə qaynanasın? Yeri gəlmişkən bunu da soruşaq. Gəlin razıdır yoxsa yox? Yox, gəlin oğlum yoxdur, qızlarım var, kürəkənim var. Buyurun. Biraz erkəsöyün adamam mən, həm də ki, belə, yəni aramızda pərdə var, amma nə qədər səhv də olsa mən onu üzə vurmaram. Yəni ki, kürəkənlə belə, necə deyərlər, tutalım onun nəsə bir səhvi varsa, onu mən onun üzünə vura bilmərəm, vurmuram da. Söz yox, ailədir, söz söhbətsiz olmur. Müəyyən bir münaqişə yarananda kimin tərəfində olursunuz? Yoxsa burada da ədalət prinsipini gözləyirsiniz və yaxud da ki, qız tərəfdə daha çox olursunuz? Yox. Məsələn üçün qaynana var ki, hər zaman kürəkənin tərəfindədir. Düşünür ki, əşi qızma ev yoxdur, sonra başa salaram deyərəm. Yox, elə də olmalıdır da. Əlbəttə onun sözünə üstünlük gətirirəm mən. Kürəkənin sözünə, yəni kim istəyər ki, balasının evi dağılsın? Yox, mən çalışıram ki, həmişə qızıma da nəsihət verirəm ki, belə də heç mənim doğrudan kürəkənim də belə pis adam deyil, yumuşaq insandır, yəni həlim adamdır. Amma onun özünə görə belə ağır xasiyyətləri var. Amma deyirəm ki, yola getmək lazımdır. İnsandır da, bəlkə işdə zad onun kimsə qəlbinə dəyib, ya nəsə işi düz gəlməyəndə əsəbi olur, ev yoxdur, nə olacaqdır, onu keçmək lazımdır, bağışlamaq lazımdır. Və yenə də qayıtmaq istəyirəm serialın üzərinə. Serialda ən çox problem hansı gəlin sizə yaşadır? Hansından yanıqlısınız, belə deyim ki, çəkirsiniz? Bu gəlir, öz alır, gətirir. Həyatda mən çox müşahidəçiyəm. Yəni, mən müşahidə ilə obrazlarımı oynayıram. Yəqin ki, oynadığınız obrazın real həyatda bir prototipi də var. İnanın görmüşəm mən. Bugünə qədər deyirəm ki, Allah sənə rəhmət eləsin. Amma adını deməyəcəm. Mən səni gördüm, oynadım bunu. Mən yenə, bax, iminli o tipajı, bax, həmin adamdan götürmüşəm. Sənətçidir o da? Süraya xala, Allah sən rəhmət eləsin, Süraya xala. Kim olub Süraya xala? Yox, onu deməyəcəm. Yox, sənətə aidiyyatı varmı? Mənim çox yaxın, çox əziz dostumun. Elə bil, o adam da özü senaristi, bax, inanın, o qədər gözəl, belə, həm o qadın deməli gözəl insanıdır, Allah, amma belə baxırdın, məsələ, onun elə xasiyyətləri vardı ki, rayon adamıydı. Mən ondan çox şey götürmüşəm, müşahidə ilə. Yəni, elə bil bəst obraz üçün. Bəzən olur ki, ailədə, məsələn, evlad, oğul tutalım, qalır gəlinlə ananın arasında. Bax, bu sahədə Elməddin sizin tərəfinizi daha çox tutur, yoxsa ki, gəlin? Elməddinin o talehin neçə sifəti var, hansını deyim? Gah mənə tərəf olur, gah onu deyim. Bayraq kimi yerlənir o qanbəyə. Məni belə satır keçi qiymətinə. İncimirsiniz ki, onda? Yox, qaynana kimi. Ondan afrist, ondan afrist, iki afrist bir yerdə. Amma ən çətin Palajeniyada, deməli, vəziyyətdə Elməddini həmişə mən o vəziyyətdən çıxardıram da, yəni talihi. Çətin vəziyyətə düşən kimi gəlirəm, mən onu vəziyyətdən çıxardıram. Amma həmişə biz qalib gəlirik gəlinlər. Gəlinə tərəf olanda incimirsiniz ki, ondan? Sizə tərəf keşliyi eləməyəndə. Toxunur sizə bu? Hə, toxunur da, toxunur. Toxunur, amma sonra mənim də könlüm alır da. Deməli, siyasi gedişlər edir də, həm nə şişi yansın, nə kebab. Amma mən sizə onu deyim ki, valla bunu da mən səmimi deyirəm, yəni o serialda oynayıram deyin demirəm, amma mən görürəm də biz məclislərdə olanda, yəni bir insanların cəmiyyətin arasına çıxanda, vallahi tamaşaçı kütləsi nə qədər sevir bu serialı.
Yəni Bəli. özümə tərif eləmirəm ha. Bəli. Artıq neçə ildir? 7 ildir də. Bəli. Və hətta balaca uşaqlar da bəsdi xala. Artıq bir nəsil böyüyüb bəlkə də serialdan. İnanın, yaxşı bu böyüklər biz istəyir. Bu balaca nə görüb bu serialda? Deməli serial baxımlıdır. Bax, bu baxımlı kanalı, bu ATV kanalı ən baxımlı kanaldır da. Həmişə deyirəm, ən baxımlı kanal. Bəli, bu bir ən reallıqdır. baxımlı serialı, ən baxımlı belə deyim, Aktrisası. aktrisası. Və sizin də bu verilişiniz demək olar ki, artıq ən baxımlı verilişlərdən biri olubdur. Və gəldik çatdıq verilişimizin son məqamına, son anlarına. Fatma xanım, çox sağ olun, minnətdarlığımı bildirmək istəyirəm sizə də. Bilirəm ki, bir qədər Allah can sağlığı versin sizə. Sağlamlıqda nasazlıq var, səsiniz də yerində deyil. Amma bizi qırmadınız, bizim bu verilişə gəldiniz və mən buna görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mərdliyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm ki, siz o xanımlardansınız ki, heç vaxt öz problemini istər səhhətlə bağlı olsun, istər şəxsi həyatla bağlı olsun, tamaşaçıya çatdırmır. Tamaşaçılar da mənim biraz üzrü hesab eləsinlər. Çünki doğrudan da səsimdə bir neçə gündür ki, problem var. Sözün düzü, mən ATV kanalını o qədər çox istəyirəm. Rəhbərliyinə mən öz təşəkkürümü bildirirəm. İnanın, kollektivinə mən öz təşəkkürümü bildirirəm. İlcan müəllim, şəxsən sizə mən öz təşəkkürümü bildirirəm ki, bax, bizi çağırırsınız belə gözəl verilişlərlə, bizi tamaşaçıya təqdim edirsiniz, amma mənim səsim yerində deyildi. Dedim, ay balam, mənim səsim yerində deyil. Amma mən dedim, gəlin. Dedim, əşi boy bir tərk Əsas odur ki, siz gələsiniz. Gəldim, yəni ki, buna görə məni üzürlü bilin ki, səsim, yəni... Türklər demişkə, qüsurumuza baxmasınlar. Səsim yerində deyil. Səs deyil. Səs ya var, ya yoxdur. Ay, su içməyim, valla, suda içirəm, ondan acı da yeyirəm. Səs olanda heç bir problem olmur. Bəli. İndi bir balaca belədir, düzəldəcək. İnşallah. Allah can sağlığı versin. Sizə sənətdə, serialda uğurlar. Elməddinlə dostluğunuzda möhkəm yapışın. Çünki Elməddinə də öz salamlarımızı göndərir. Elməddin həqiqətən də gözəl insandır. Həm gözəl təşkilatçıdır, həm gözəl aktyordur və eyni zamanda gözəl insandır. Bir adam olmaq asandır, insan olmaq çətindir. Bəli. İnşallah bir həftədən sonra yenidən görüşmə ümidi ilə Baxdıqca Baxılan kanalda, bax elə bu məkanda bizi yenidən gözləyin. Gələn həftə digər bir serialımızın, digər bir qəhrəmanı ilə qonaq gəl bizə də görüşmə ümidi ilə.